Salam əziz dostlar, mən Azər Quliyev. Bugün sizə 9 mart tarixində DİM tərəfindən keçirilən buraxılış imtahanında ingilis dilinə aid düşən qrammatik sualların izahatını verəcəm. Birinci qrammatik sualımız 7-ci sualdan başlayır. Choose the correct option. Doğru variantı seçin deyir. My friend and his cousin reading the same books for a week. Bu cümlə yəni bu sual həm zaman sualıdır, həm də mübtəda xəbər uzlaşmasına aiddir. Bir cümlədə for və sin sözləri varsa, bilirik ki, o cümlə bitmiş zamanda olacaq. Yəni burada D variantı və C variantı yanlışdır, çünki onlar bitmiş zamanda deyil. My friend and his cousin, mənim dostum və onun kuzəni. Yəni ikisi bir yerdə onlar deməkdir. İkisi bir yerdə onlar olduğu üçün xəbər təkdə deyil, cəmdə olacaq. Yəni həz deyil, həb olacaq. Ona görə də B və Y variantlarını çıxırıq. Doğru cavabımız A variantıdır. Choose the pair of plural nouns. Burada bizdən cəm isimləri soruşur. Cəm isimləri sırasını seçməliyik. A variantında foot ayaq deməkdir, təkdədir. A variantı yanlışdır. B variantında person şəxs deməkdir, təkdədir. B variantı doğru ola bilməz. C variantında woman, trousers. Woman qadınlar deməkdir. Trousers şalvar deməkdir. İki tərəfli isim olduğu üçün cəm isimdir. C variantı doğru variantımızdır. D variantında step, progress. Step və progress sözləri tək isimlərdir. Yanlışdır. Y variantında knowledge tək isimdir. Yanlışdır. Doğru variantımız C variantıdır. 9-cu sualda choose the correct option. Bizdən doğru variantı istəyir. Her hair is as her mom's. Burada as var və sifət sualdır. Bir qayda var ki, as arasında sifətin adi dərəcəsi olar. A variantında the shortest sifətin üstünlük dərəcəsidir. More short yanlışdır. Müqayisə dərsi kimi verilib, quruluşda yanlışdır əslində. Olmaz. C variantında shorter sifətin müqayisə dərəcəsidir. Olmaz. D variantında most short deyir. O da olmaz. Doğru cavabımız burada Y variantıdır. Bax, qeyd elədim kimin? Az işarəni qoyaq. Bayaq qeyd elədim kimin? Az arasında sifətin adi dərəcəsi gələr. Keçirik digər sualımıza. 10-cu suala. Choose the correct interrogative sentences. Bizdən burada doğru sual cümlələrini seçməmizi istəyir. How many pieces of furniture did they buy? Burada sual tamamlığa verildiyi üçün mütləq köməkçi fe'lə ehtiyac vardır. Və köməkçi fe'li işlənib və doğru yerdə işlənib, bir doğrudur. How many pieces of furniture were bought? Burada pasif məhsul növdədir cümlə və köməkçi fe'l var. Köməkçi fe'l doğru yerdə işlənilib. O da 2 də doğrudur. How many pieces of furniture bought they? Burada köməkçi fe'l işlənmədiyi üçün 3 yanlışdır. How many pieces of furniture they bought? Burada köməkçi fe'l işlənmədiyi üçün 4 də yanlışdır. Bizim burada doğru cavabımız 1 və 2'dir. 1 ve 2 doğru variantımızdır. Choose the correct conjunction. Bizdən doğru bağlacını seçməmizi istəyir. Today the weather is fine. The students are going for a walk. Birinci cümlə bizim üçün açar sözdür. Bugün hava yaxşıdır. Əgər burada but qoysaq amma deməkdir. Amma uşaqlar gəzməyə getdilər. Ay variantı olmaz, yanlışdır. B variantında bugün hava yaxşıdır. So the students are going for a walk. Bugün hava yaxşıdır. Nəticəsi olaraq uşaqlar gəzintiyə gedirlər. Biraz bundan əvvəl getdilər dedim, üzlü sayın. Tərcüməsi gedirlər olur. Yəni hava yaxşı olduğu üçün nəticəsində uşaqlar gəzməyə gedirlər. B variantı doğru variantdır. C variantı or və ya deməkdir. Hava bugün yaxşıdır və ya uşaqlar gəzməyə gedirlər. C variantı yanlışdır, olmaz.
11-ci sual D variantı doğub baxmayaraq deməkdir. Bu gün hava yaxşıdır. Baxmayaraq uşaqlar gəzməyə gedirlər. Bu da olmaz. Also o da baxmayaraq deməkdir. Yəni bu demək ki, D və Y variantı yanlışdır. Doğru variantımız B variantı olur. Bir tərcümə eləyək yenidən. Today the weather is fine. Bugün hava çox yaxşıdır. Belə ki, yəni onun nəticəsi olaraq the students are going for a walk. Belə ki, uşaqlar gəzməyə gedirlər. B variantı doğru variantımız oldu. Gəlirik 12-ci suallar. Choose the correct option. Doğru variantı seçin. We got two packages and of them were from Nick. Burada were gözümüzə gəlir. Were bizim açar sözümüzdür. Və əgər cümlədə A variantını görsək, bir cümlədə it varsa, onun xəbəri mütləq təkdə olacaq. Ona görə də A olmaz. Both of them, yəni onların ikisi. Burada C variantı doğrudur. Both of'un xəbər cəmdə olur. Every of deyə bir şey yoxdur. One of da olsaydı, yəni xəbər təkdə olacaqdı. Yəni were yox, was olacaqdı. Ona görə doğru cavabımız C variantıdır. Choose the correct option. Doğru variantı seçin. No one expected the producer about his plans. Bu müraciət tamamlıq sualıdır. Bunu bilək ki, expect sözündən sonra mütləq tulu feil gəlməlidir və feil zamana və şəxsə görə dəyişilməməlidir. Çünki ikinci feil funksiyasını çıxır və tamamlıq funksiyasını daşıyır. Və burada bir dənə doğru variantımız Y variantıdır. 14-cü suala gəlirik. Choose the correct modal verb. Doğru modal feil seçməmizi istəyir bizdən. As his English is excellent, he found a good job. Burada biz bəndlərə baxırıq. B variantına baxırıq ki, B variantı olmaz qrammatik cəhətdən. Çünki hasn't to deyə bir şey yoxdur. Have to'nun sualı və inkarı do ilə düzəlir. C variantda won't be able deyir və burada to be able mütləq to ilə işlənməlidir. Be able to olması lazım idi və C variantı yanlışdır. D variantında eynən to yoxdur. Have to mütləq to ilə işlənməlidir. Yanlışdır. A variantına baxırıq yenidən. Eynən A variantında has'dan sonra to gəlməlidir. Çünki bu have to'nun üçün şəxs formasıdır. A variantı yanlışdır. Və doğru variantımız Y variantı olur. Heç tərcümə etmədən, sırf qrammatikanı bilməklə də bu sualı həll edə bilirik. As his English is excellent, he will be able to find a good job. Onun ingilis dilisi əla olduğu üçün o yaxşı bir iş tapa biləcək. Tərcüməsi belədir. Doğru variantımız Y variantıdır. 11-ci suala gəldik. Choose the correct preposition for both sentences. Hər iki cümlə üçün doğru sözünü seçməmizi bizdən istəyir. He was proud. Bir də Ben is afraid. Hər iki söz, yəni fəxr etmək sözlə qorxmaq sözü mütləq özündən sonra of sözünü istəyir. Yəni proud of, afraid of. Burada da of bir tək A variantıdır. Doğru variantımız A variantıdır. 16-cı sualda match the given words to their definitions. Verilən sözləri onların mənaları ilə qarşılaşdırmamızı istəyir. Donate, value, defend. Donate birilənə pulla yardım etməkdir. Ehtiyac olan birilərini. Value qiymətləndirmək deməkdir. Defend də müdafiə etmək deməkdir. Demək 1B olacaq. 1B. Yəni to give something, especially money
to people in need. 2. C olacaq. To think that somebody or something is important. Birilərinin qiymətli olduğunu düşünürsünüz. Qiymətləndirirsiniz. 2 C olacaq. 1 B 2 C. 3 isə defend A olacaq. To protect somebody or something against attack. Birilərini, bir şeyləri hücuma qarşı qorumaq. 1 B 2 C 3 A. Doğru variantımız C variantıdır. Gəlirik 17-ci suala. Choose the correct passive voice version of the sentence. Cümlənin doğru məhsul növünün seçilməsini bizdən istəyir. How do you make vanilla ice cream? Burada bizdən bu cümlənin məhsul növünü istəyir. Baxır ki, bu cümlə indiki sayı zamandadır. Yəni məhsul növdə, köməkçi feildə indiki sayı zamanda olmalıdır. Ona görə də A variantına baxırıq. A variantında was deyir, yanlışdır. Sonra burada baxır ki, ice cream təkdədir. Çünki özün bizim tamamlığımız odur və o cümlə əvvələ keçməlidir. Təkdə olduğu üçün bizim köməkçi feilimiz də təkdə olmalıdır. Yəni C variantı yanlışdır. D variantında baxır ki, orada bilməyət yazır. Məhsul növün indiki zamanda olan cümlənin məhsul növünü düzəldərkən orada bindən istifadə olunmur. Yəni tamamlıq önə keçir. İz və ya ar olur və feilin 3-cü forması olur. Yəni bin orada olmayacağı üçün D variantı yanlışdır. Y variantında köməkçi feil var, amma köməkçi feil öz olacağı yerdə işlənmir. Yəni köməkçi feil sual cümləsində qabağa keçən tamamlığın önündə işlənməli idi. Ona görə də Y variantı yanlışdır. Doğru variantımız B variantıdır. Gəlirik 18-ci suallar. Choose the correct option. Doğru variantı seçin deyir bizə. Burada sözün, daha doğrusu article sualıdır. Our children go to school by bus. Belə bir məlumat vermiş sizə. Bus sözündən sonra gələn nəqliyyat vasitələri heç vaxt article qəbul etməz. Yəni A variantı yanlışdır, B variantı yanlışdır, D variantı yanlışdır, C variantı yanlışdır, Y variantı doğrudur. Our children go to school by bus.